Mən açığı çətinlikləri gözümə almışdım. Mən hətta bura gəlməmişdən qabaq düşünürdüm ki, yəni ən pis variantda bir neçə ay işsiz qala bilərəm. Yəni onu mən gözümə almışdım. Ehtiyatımı götürmüşdüm. Qabaqcadan götürmüşdüm. Tanıdığım adamlar var idi, amma açığı özüm kiməsə yük olmaq istəmədiyim üçün yəni hər şeyi öz üzərimə götürmüşdüm ki, gedim necə ev tutacağam, necə maşın alacağam. Yəni hər şey qabaqcadan özüm planlaşdırmışdım bura gəlməmişdən qabaq. Bizim vətəndaşlar əksəriyyəti belə çətinliklərlə üzləşirlər. Kiməsə ümid olurlar, amma Amerikada bilirsiniz, Azərbaycana gedəndə məsələn istər çox rahat şəkildə gedərəm, mənə bir gün vaxt ayırar. Bizim ölkədə yəni o rahat da hardasa, yəni kimsə rahat bir gün sənə vaxt ayıra bilir. İstər maşın almaqdan ötürü, yəni işlər icazə alır, rahat bir şəkildə gedir. Amma Amerikada biraz fərqlidir. Amerikada bir günü itirmək, həmin günün qazancını itirmək deməkdir. Öz ailənin elə bir qazancını itirmiş olursan. Buradakı bizim soydaşlarımızın əksəriyyəti employee deyillər. Müstəqil işləyirlər və yaxud da özlərinin bir kiçik xidmət müəssisəsi yaradıblar, işləyirlər. Yəni onların bir gün işə çıxmamağı, yəni kifayət qədər pul itirmələri deməkdir. Yəni buna görə gələndə həmin vətəndaşlardan incimək də belə lazım deyil ki, yəni yaxşı olar ki, bura gəlməmişdən qabaq hər kəs özü bu şeyləri gözlərinə alsın. Dil müəyyən qədər elementar səviyyədə heç olmasa dil bilikləri olsun. Gəlməmişdən qabaq nəzərə alsınlar, ən azı 3 aylıq ehtiyatlar olmalı. Gəlməmişdən qabaq yaxşı olar ki, bir ehtiyat götürsünlər özləri ilə, müəyyən ehtiyatlar olsun. Maşın vacibdir. Xüsusən də Cənub ştatlarına köçürsənsə, maşın mütləqdir. Maşınsız həyat yoxdur. Ev olmasa da hələ ki, məsələn, extended staylərdə qalmaq olur da, biz deyil. Amma maşın mütləqdir, maşın mütləq olmalıdır.